yemək məsələsində doğğa videomdan bəri çoxdandır dahiyanə bir icadımı deyim, kəşfimi deyim, eləmirdim. Bugün sizə bir dahiyanə icadımı göstərəcəm. Deməli, bu kələm dolması yeyirsən, bu evdə pişirəndə, eləyəndə dolmanı, o içində xırda sümüklər qalır da, xırda sümüklər. O yeyəndə dişvə deyir, adamın bütün iştahı küsür də, ləzzət eləmir. Ona görə də nə edirik? Onun içinə nar dənələri tökürük. Nar dənələri tökürük ki, sonra yeyəndə onu ağzımıza həqiqətən də sümük getsə, eləsə, dəysə dişimizə tak-tuk eləsə, hə, elə bilək ki, hə də narın o sümük fasonuymuş. Bir də ki, ən əsası, buranı göstər. Kələm dolmasını qızdıranda bir tərəfi yandırın. Bax, belə ötsün. Onda daha ləzzətli olur. Yanında qatıq, salat və bir də ki, məsləhətdir ki, kələm dolmasın bir gün saxlayasan, sonra yeyəsən.